Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Nəriman Qurbanov vəfat edib. Bugün TV Axar Az saytına istinadən xəbər verir ki, o ötən gecə evində olarkən infarkt keçirib və dünyasını dəyişib. Qeyd edək ki, əməkdar dövlət qulluqçusu Nəriman Qurbanov indiyədək bir sıra vəzifələrdə çalışıb. Vaxtilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan Nəriman Qurbanov daha sonra Diasporla iş üzrə Dövlət Komitəsinin aparat rəhbəri olub. O eyni zamanda Mədəniyyət Nazirliyində protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri kimi də fəaliyyət göstərib. Nəriman Qurbanov oktyabrın 20-sində 65 illik yubileyini qeyd etmişdi. Xatırladaq ki, Nəriman Qurbanov tanınmış nasir və kinodramaturq, əməkdar mədəniyyət işçisi, dövlət mükafatı laureatı Əhməd Ağa Muğanlının oğludur. Allah rəhmət eləsin. Hüsniyyə Salmanova, Bugün TV.